Deməli, kişi cinsiyyət orqanlarına toxumluq, toxum çıxarıcı kanal, toxum kisəcikləri, prostat vəzi və xarici cinsiyyət orqanı daxildir. Toxumluqların sayı 2 ədəd, toxum çıxarıcı kanal 2 ədəd, toxum kisəcikləri 2 ədəd, prostat vəzi 1 ədəd aiddir. Burada məsələn, bizdə kişilərdə məsələn, toxumluq yerləşir dəri xayalıqların içərisində. Və meyoz prosesi harda gedir deyə soruşsa, deyəcək ki, toxumluqda gedir. Toxumluqda əmələ gəlir spermatozoidlər, daha sonra onlar toxum kisəciklərində, prostat vəzində maye ilə qarışır, sperm əmələ gəlir. Hansı ki, burada hazırlanan maye spermatozoidlərin hərəkətini asanlaşdırır. Və toxumluğun bu xarici sekresiya hissəsi idi ki, spermatozoidlərin əmələ gəlməsi. Bir də var toxumluqda daxili sekresiya hissəsi. Burada testosteron və androgen hormonları sintez olunur. Bizə deyilsə ki, hormon sintez edən hissəsi biz ancaq toxumluğu götürəcəyik. Toxum kisəciklərindən prostat vəzini götürmürük. Prostat vəzindən toxum kisəcikləri elə bir ki, xarici sekresiya vəzləri kimi maye ifraz edirlər. Bunlar sadəcə olaraq hormon sintez olunmur burada. Hormon yalnız toxumluqda sintez olunur. Amma ümumi sayda vəzlərin sayını soruşsa, biz deyəcəyik ki, 2, 2, 1, 5 ədəd vəzi var. Neçə növdə isə deyəcək 3 növ: toxumlu, toxum kisəcikləri və prostat vəzləri. Bu şəkildə deməli götürəcəyik. Qadın cinsiyyət orqanı isə 2 yumurtalıq, uşaqlıq borusu, uşaqlıq boynu və uşaqlıq yolu daxildir. Qadında sintez olunan deməli hormonlar estrogen və progesteron hormondur. Yumurtalıqların bu daxili sekresiya, hormon ifraz edən hissəsi və bunlarda yumurta hüceyrə sintez olunur. Spermatozoid bilirik ki, bark, boyun və qamçıdan təşkil olunmuşdur. Qamçılar vasitəsilə hərəkət eləyir və burada qamçı olan hissədə mitoxondriləri daha çoxdur. Qadın cinsiyyət deməli qameti isə deməli yumurta hüceyrə adlanır. Yumurta hüceyrənin isə hərəkət orqanı yoxdur. Buradan aybaşı fazasına, deməli aybaşı fazasında əslində bu bir yumurta hüceyrə üçün götürülüb aybaşı fazası və bu 20-30 gün çəkə bilər fazalar. Biz indi 28 gün üzərində öyrənirik aybaşı fazasında. Deməli aybaşı özü 3 hissəyə bölünür. Birinci aybaşı fazası, sonra aybaşdan sonraki faza və sarı cisim fazası. Aybaşı fazası 4-5 gün davam edir. Ondan sonra deməli yumurta hüceyrənin yetişmə hissəsidir. Amma yumurta hüceyrənin elə məsələn yetişməsi birinci gündən başlayır. Bu sikl 1-dən 28-ə qədərdirsə, 14-cü gün ovulyasiyadırsa, burada yumurta hüceyrənin elə əmələ gələcək yumurta hüceyrə buradan sintez yetişməyə başlayır. Və bu yetişməsinə kömək edən hormon estrogen hormonudur. Yəni 2 dənə hormon dedik. Bu hormonların biri 14 günə qədər bu müddətdə təsir göstərir estrogen hormonu. Digər progesteron hormonu isə bu müddətdə deməli 14-dən 28 günə qədər olan hissədə isə progesteron hormonu təsir göstərir. İndi biz bura baxaq ki, burada yumurta hüceyrə yetişməyə başlayır. Yumurta hüceyrə yetişir, deyək ki, bu folikuldur. Yumurta hüceyrə buradan partlayaraq çıxır ətrafa. Yumurta hüceyrə ətrafa çıxır və burada yerində qalan hissədə isə sarı cisim yaranmağa başlayır. Bu sarı cisim müvəqqəti daxili sekresiya vəzisidir sarı cisim. Bu dövrdə isə deməli 14 gün davam edir sarı cisim fazası. Burada progesteron hormonunun deyək ki, fəaliyyəti başlayır. O nə edir? Uşaqlığın divarını bu müddət ərzində qalınlaşdırır. Və əgər yumurta hüceyrə mayalanarsa, onu elə bir qəbul eləmək üçün uşaqlığı hazırlayır bu dövr ərzində. Və biz sarı cisimin ifraz etdiyi dedik ki, hormondur. Bu müvəqqəti daxili sekresiya vəzisidir sarı cisim. Yəni 14 gün çəkir. Bəzi dövrlərdə heç ümumiyyətlə sarı cisim olmayan dövrlər də var. Hansı ki, qadınlarda 55 yaşdan sonra menopoz dövrü var. Orada heç sarı cisim fazası yoxdur məsələn. Yəni olmur o sarı cisim fazası. Sonra gəlirik mayalanma. Uşaqlıq borusunda mayalanma prosesi gedir. Mayalanan deyək ki, zigot əmələ gəlir və bunun birinci dövrü parçalanma dövrü adlanır. Parçalanma dövründə artıq çox hüceyrəli rüşeym yaranmağa başlayır. Və bu çox hüceyrəli rüşeym uşaqlıq borusu vasitəsilə gəlir uşaqlığa düşür.
Uşaqlığa düşəndən sonra burada implantasiya baş verəcək. Ha, bu dövr deməli 7 gün davam edə bilər bu implantasiyaya qədər dövr. Burada maylanma prosesi gedirsə, gəlir uşaqlığa düşür və burada artıq implantasiya gedir. Yəni maylanmış yumurta hüceyrənin uşaqlıq divarına yapışması. Bu dövr hardasa 7 gün davam edir. Və bura yapışdığı anda parçalanma dövrü, bu hissə bu 7 gün bitir. Gəlir ikinci rüşeym dövrü. Rüşeym dövrü biz götürürük bu uşaqlığın divarına yapışdığı andan. Yəni rüşeym dövrü harda başlayır? Rüşeym mərhələsi başlayır uşaqlıqda. Rüşeym mərhələsi davam edir. Ümumiyyətlə hamiləlik 9 ay davam edir. Bunun 2 ayı 38-40 həftə kimi götürürük də. Bunun 2 ay rüşeym mərhələsidir, 7 ay isə döl mərhələsidir. 3-cü ayda 2 ay tamamlandı. Sonra gəldi 3-cü ay başladı. 3-cü ayın başlayanda cift əmələ gəlir. Bu rüşeym dövründə onun deməli xarici hüceyrələrindən xovlar əmələ gəlir. Bunlar vasitəsilə qidalanır rüşeym. Sonra 3-cü ayda artıq cift əmələ gəlir. Cift əmələ gələndə döl mərhələsi başlayır və döl mərhələsi 7 ay davam edir. Amma bu deyək ki 1-ci ay, 2-ci ay, 3-cü ay. Bu 3 ayda sarı cisim hormon ifraz eləyir. 3 ay sarı cisim hormonu ifraz eləyir. Bu 3-cü ayında cift var. Lakin burada hormon ifraz eləmir. 4-cü ay başlayanda artıq cift hormon ifraz eləməyə başlayır. Ta 9-cu aya qədər cift hormon ifraz eləyir. Bu 4-dən 9-a qədər olan hissədə 4-cü ayda daxil olmaqla 4-cü, 5-ci, 6, 7, 8, 9 bu 6 ay müddətində artıq cift hormon ifraz eləyir. Biz deməli götürürük ciftin hormon ifraz elədiyi dövrü 6 ay, sarı cismin hormon ifraz elədiyi dövr 3 ay, 4-cü aydan cift hormon ifraz eləyir, 3-cü ayda cift əmələ gəlir. Bu qədər. Yəni döl mərhələsi başlayır. Sonra göbək ciyəsi haqqında deyək ki, ana ilə döllə ananı birləşdirir göbək ciyəsi. Bu göbək ciyəsində birinci bunu deyək ki, göbək ciyəsi uşağa aiddir. Yəni məsələn uşaq oğlandırsa, XY xromosomları olur da kişilərdə. Deməli göbək ciyəsində də biz Y xromosomuna rast gələ bilərik. Sonra ana ilə dölün qanı qarışmır, bunu bilməliyik. Bir də göbək ciyəsində 3 damar var. Deməli 2 dənə arteriya damarı, bir də vena damarı. Necə ki biz ağciyər arteriyalarında, venalarında deyirik ki, fərqidir. Onlarda arteriyalardakı kimi, bunlarda göbək ciyəsində də 2 arteriya damarında venoz qandır. Bu döldən anaya gedən qandır. Venoz qan olur. Bunun içərisində karbon qazı, nə bilim parçalanma məhsulları olur. Bu damarda bir damar isə vena damardır. Bu uşağa gələn qandır və burada arterial qan olur, təmiz qan olur. Oksigen qazı ilə zəngin olan qandır. Bir də burada ciftin deyək ki, funksiyalarını qeyd eləmişəm. Cift həm qida əlaqəsi yaradır döllə, həm də ki hormon sintez edir. Bu iki funksiyasını da cift həyata keçirir.